O insanlar hansılar deyirlər ki, mən 50.000 dənə bir üsul yoxlamışam. Diyetlər, pəhrizlər, nə bilim, müalicələr və s. Heç nə mənə köməklik eləmir. Mənim dərdimə bir dərman yoxdur. İtirəcək bir şeyiniz yoxdursa, çiğ qidalanmanı yoxlayın. Çiğ qidalanma, sırf çiğ qidalanmanı. Heç olmasa 2 həftə, 3 həftə. Özünüz üçün bir challenge eləyin. Bax, indi yaydır. Özünüz üçün sadəcə bir challenge eləyin. Bax, sadəcə bir proqramlayın öz beyninizi ki, tamam, sadəcə 2-3 həftə, yəni 21 gün yoxlayacağım bunu. Elə belə, görüm nə göstərir və görüm nə baş verir. Yəni, vəhşi təbiətdə mövcud olan bütün məxluqlar kimi. Çiğ qidalanma, çiğ məhsullarla qidalanma. Yoxlayın və nəticələrlə bölüşün. Əgər deyirsinizsə ki, hər şeyi yoxlamışam, mənim dərdimə dərman yoxdur, əlacsızdır, irsidir, nə bilim və s. neyimindir. Əgər yoxlamamışsınızsa, sadəcə təklif edirəm. Çiğ qidalanma. Şəxsən özüm 4 ay sırf çiğ qidalanmada olmuşam. Yəni susuz, sudan belə istifadə etmədən yayda. Mənim suyum, mənim qidam, hər bir şeyim mənim elə qidamda olubdur da. Yəni meyvələrdən onu almışam. Meyvə və tərəvəzlə qidalanaraq. Demirəm ki, belə ağır eksperimentlərə girin və s. Mən sadəcə öz təcrübəmdə yoxlamışam ki, yəni görəsən deyirlərsə, görüm həqiqətən də bu necədir də, mənim üçün maraqlı olubdur. Challenge eləmişəm, yoxlamışam və görmüşəm ki, özümü daha yaxşı hiss edirəm, daha super və s. Daha sonra 3 aylıq çiğ qidalanmada olmuşam ayrıca. Orada artıq sudan da istifadə eləmişəm. Hər şey bomba kimidir. Başa düşürsünüz, mən bu zamanlar özüm üçün nə kəşf etmişəm? Bizə həqiqətən də deyilənlər yalandır. İnsan orqanizmasına o qədər də çox bir şey lazım deyil. Zülal, nə bilim, əvəz olunmuş amin turşuları, nə bilim, nələr ki, yəni bu sənə nəyisə sıxışdırsınlar, soxuşdursunlar, satsınlar. Bunlar hamısı boş söhbətdir. Yaradıcı mükəmməl bir orqanizm veribdir bizə, mükəmməl bir bədən veribdir və bütün məxluqlara təbiətdə olan qidasını verdiyi kimi bizə də qidamızı veribdir. Təbiətcən biz var yeyən məxluqlarıq. Başa düşürsünüz? Yəni bunu bir dənə dərk eləsə insan, başa düşsə ki, yəni mənə lazım olan bütün hər bir şey burada var. Lazım olan bütün hər bir şey burada var. Bunun fərqində olsa, başa düşsə ki, yəni bu sadəcə çox vaxtı sadəcə qarnını tıxlamaq istəyir ki, özünü tox hiss eləsin. Halbuki bu sadəcə bir vərdişdir və bunsuz da olar. Və mən demirəm ömürlük, həmişəlik. Sadəcə bir yoxlasa, bir dənə təsəvvür eləyin ki, yəni bu mümkündür da. Təsəvvür eləyin ki, dəvə dərmansız, kimyasız və s. preparatsız müalicə eləyə bilərsiniz. Baxın bu yaraya. 2 gündür. Artıq sağalıbdır. Mən bunu çıxarda da bilərəm. Sadəcə harası deyəndə təzədən qanamasın deyə, yara açılmasın deyə hələ ki zərifdir. Deymirəm. Gözümün önündə bu sağalır. Gözümün önündə. Başa düşürsünüz? Heç bir şey eləmədən. Bax, eyni proseslər bizim daxilimizdə də baş verir. Eyni bir şeylər. Sadəcə bədənə nə etmək lazımdır? Bədənə dəyməyin. İcazə verin, bir bədən təmizlənsin. Dəstək olmaq istəyirsinizsə, ona təbiətcə verilən məhsullarla dəstək olun da. Bir fasilə verin də, bir bunu saxlayın da, nə olar ki? Nə? Öz sağlamlığınızın xətrinə. Heç bir həkim sizin yerinizə gəlib hərəkət eləməyəcək. Heç bir həkim sizin yerinizə qidalanmayacaq. Bunlara siz məsuliyyət daşıyırsınız. Bax, buradan girən bir şeyə siz məsuliyyət daşıyırsınız. Bax, buna görə siz məsuliyyət daşıyırsınız. Bunun artıq fərqində olmaq gərəkir. Həkimlər sizə sadəcə baxıb analizlərinizə nəyisə deyə bilərlər. Sadəcə ona uyğun nəyisə bir rəsmi bir müalicə yaza bilərlər. Nəsə bir dərman
məsləhət görə bilərlər. Amma bunlar hamısı simptomlarla mübarizə aparmaq da okey, keyləşdiricilər falan. Okey. Bəs mənim üstümə nə düşür? Mən nəyə cavab deyəm? Sabahları belə bir şey təkrarlanmamasını və bunun üçün nə etməliyəm? Bu günləri, dünənləri etdiyim bir şeyləri etməməliyəm artıq. Vəssalam. Yoxlamışam mən öz bədənimə uyğun qidalanmanı, təbiət üçün mənə verilən qidalanmanı. Yaşamışam öz təbiətimə uyğun. Öz təbiətimə uyğun hərəkətlər eləyirəm. Yoxlamışam mən çiğ qidalanmanı məsəl üçün. Deyirəm, hər şeyi yoxlamışam axı güya. Çıxın qurban rolundan. Araşdırın, axtarın və tapacaqsınız. Tapacaqsınız. Əsas odur istək. Mən 28 ilimi ənənəvi qidalanma ilə yaşamışam. Mən simptomlarla mübarizə aparmışam. Hər bir həkim qarşıma çıxan mənə yeni bir müalicə təklif edirdi. Yeni bir dərman, krem və s. Mən bir gün dedim ki, daha bəsdir. Bu artıq işləmir. Bunun fərqindəyəm. Mən hazıram. Mən dəyişiklik etməyə hazıram. Heç nə dəyişmirdim öz pəhrizimdə, öz həyat tərzimdə. Heç nə dəyişmirdim. Qurban rolundaydım ki, deyirlər genetika, həkim var indi, nə bilim nə. Bunlar hamısı bəhanədir. Onlar sənə heç vaxt köməklik eləməyəcəklər. Onlar sadəcə ilkin yardımını göstərə bilərlər və resept yaza bilərlər. Deyərlər ki, get və s. Pul sovuracaqlar səndən. Nə vaxta qədər ki, sən öz üzərində işləmirsən, sən başqalarına işləyəcəksən. Bax belə. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm o doğru zamanda doğru ünvanlara çatacaq. Və faydalı olacaq. Çünki bu niyyətlə çəkilibdir. Özünüzə yaxşı baxın. Özünüzə.